Bu gün sizə bir il əvvəl qurulmuş mətbəxin taleyindən danışacağam. Bu yaxınlarda bir müştərimiz Instagramdan bizə mətbəxin dəyişmə ilə bağlı müraciət etdi. Ölçüləndirmək üçün mətbəxə yaxınlaşdıqda elə mətbəxi görər-görməz istədik ki, onu çəkək. Siz də səhv planlama nəticəsində yaranmış qüsurları aydın-aşkar görəsiniz. Mətbəx akril MDF deyilən, xalq tərəfindən belə tanınan bir material növündən, yəni hazır MDF panellərlə istehsal olunub, quraşdırılıb. Sifarişçimiz bildirir ki, bir il əvvəl tanınmış bir mətbəx istehsalı ilə məşğul olan şirkətə mətbəxinin təmirdən öncə planlaması üçün etibar edib. Nəticə isə göz qabağındadır, hansı ki, qeyri-müəyyən, tam olmayan və ümumi müxtəlif rəng qarışımları ilə həm göz yoran, həm də ki, belə tünd rəngdə, qapalı yerdə qarışıqlıq yaradan bir mətbəx ortaya çıxıb. Bax, görmənizi istədiyim əsas nüanslardan biri bu qabyan nüansıdır ki, hansı ki, qabyanın planlayan zaman onun elektrik yuvasını öz arxasına qoyublar və nəticədə qabyanımız mebelin standartlarından hardasa 4 sm daha qabaqda dayanır. Növbəti əsas ciddi məsələ isə yuma zonasıdır. Hansı ki, biz yuma zonasını qətiyyən küncə əlavə eləmirik. O küncdən biraz daha uzaq olmalıdır. Amma burada sırf küncə fokuslanıb və heç bir halda, indiki halda təmiri dəyişmədən bunu biz sağa çəkə bilmirik. Mebel təmirdən əvvəl planlananda, indi son dəblələrə əsasən hər zaman tavana qədər olur. Burada görmənizi istəyirəm ki, mebel artıq tavana qədər deyil və indidən sonra da onu tavana qədər etmək üçün yenidən təmir dəyişmə zərurəti olacaq. Aspiratordan danışmaq istəyirəm. O artıq gizli deyil və böyük bir zonanı tutub, istifadəsiz saxlayıb və onun hava çıxış yolu, hansı ki, bu dolabın içi ilə bu formada gedib və orada da müəyyən yerləri zəbt edib. Soyuducunun yanında onu mühafizə edən bakavin yoxdur və soyuducu tam açıq şəkildə dəzgaha birləşir. Əgər ciddi bir yer məhdudiyyətimiz yoxdursa, biz indiki dəbdə paltaryan özünü də mətbəxdə artıq planlamırıq. Nəzərə alsaq ki, mətbəx girişdə yerləşir, daha qapalı yerdədir. Onun işıqlandırması mütləq planlanmalı idi. Bu indiki halda mətbəxdə heç adi işıqlandırma belə düzgün planlanmayıb. Sizə paqon metrlə qiymət deyən, ucuz qiymət verən və sizin diqqətinizi sırf qiymət ekonomiyasına çəkən belə şirkətlər bilin ki, sizə bundan artıq bir iş verə bilməyəcək.